Salam dəyərli Bestom kanalının izləyiciləri. Bugün sizlərə İsmayıllı rayonundan belə bir istirahət mərkəzi təqdim edəcəm. Bura Qaraməryəm yoludur. İsmayıllıdan Göyçaya gedən yolun üzərindədir. Aşıq Bayram su anbarıdır və ətrafında ailəvi istirahət etmək üçün belə yerlər var. Gördüğünüz kimi üzbözdə restorandır və bu keçidin üzərində şəkil çəkdirmək üçün aksesuarlar quraşdırılıb, hal-hazırda təmir gedir. Və gölün qırağında belə istirahət mərkəzləri var. İsmayıllıya yolu düşən hər bir kəsə məsləhət görürəm ki, yaxınlaşıb bura bir baş çəksinlər. Gölün düz kənarıdır. Mənzərəli dağlar və dağ ətəyində göl. Yolun kənarıdır. Qaraməryəm yolunun kənarı. Diqqətiniz bizdə olsun. Gəzib gördükcə belə yerləri sizinlə paylaşacağım. Təşəkkürlər.